Bəzən olur ki, bəzi ya cərrahlar, ya həkimlər egosu yüksək olaraq deyir, mən bunu elədim, mən bunu elədim, məndən başqa bunu eləyən olmaz. Onu yada salmaq lazımdır ki, anestezioloqun işi professional olmasa, xəstə narkozu düzgün verilməsə və yaxud da fəsad versə, cərrahın bütün işi batdı. Anestezistka düzgün dərmanı vurmasa, savadsız olsa, anestezioloqun işi batdı. Bilirik ki, müğənnilər səhnədə musiqiçiləri, aparıcılar operatorları, montajçıları, həkimlər isə tez-tez bu komanda işidir deyərək əməliyyatda iştirak edən həmkarlarını tərifləyirlər. Sizcə bu səmimi bir təşəkkürdürmü, yoxsa həmrəyliyi qorumaq, heç kimi incitməmək üçün deyilmiş diplomatik bir ifadədirmi? Birdən tibb bacısı inciyər, ya da anestezioloq küsər deyə komanda işidir demək, dostları incitməmək üçündür, yoxsa həqiqətən tək işləmək mümkün deyil? Bu da çox aktual məsələdir. Bəzən olur ki, bəzi ya cərrahlar, ya həkimlər egosu yüksək olaraq deyir, mən bunu elədim, mən bunu elədim, məndən başqa bunu eləyən olmaz. Onu yada salmaq lazımdır ki, tək başına, tək əldən səs çıxmaz. Bir adam heç nə eləyə bilməz. Burada mütləq komandanın rolu olmalıdır. Yəni, qeyd etdiyiniz kimi, bizim işimizdə də komanda işi böyük rol oynayır. Anestezioloqun işi professional olmasa, xəstə narkozu düzgün verilməsə və yaxud da fəsad versə, cərrahın bütün işi batdı. Anestezistka düzgün dərmanı vurmasa, savadsız olsa, anestezioloqun işi batdı. Operasyonlu əməliyyat tibb bacısı əgər sterilliyə riayət etməsə, gözümüzdən yayına bilər də, o vicdan məsələsidir. Mən gözümdən yayınar, orada sterilliyi pozarsa, səhərə əməliyyat irinləyə bilər, fəsad verə bilər. Yəni, burada hamının böyük rolu var. Hətta əməliyyat otağında olan xadimənin belə professionallığı düzgün olmasa, aparatları zayılaya bilər, sındıra bilər, fəsad verə bilər, başa verə bilər. Ona görə də istənilən əməliyyatda mütləq komandanın böyük rolu var. Ona görə də biz o komandanı yığırıq. O komanda bir sir kimi bir yerdə olmalıdır. Oradakı söhbət də bir yerdə olmalıdır və komanda bir-birin bir göz qırpımında, bir göz işarəsi ilə başa düşməlidir. O komanda əgər bir yerdə deyilsə, orada dedikodu varsa, mənəmlik varsa, o əməliyyatın uğurlu olmasına şübhə ilə yanaşıram mən. Komandanın böyük rolu var. O doğrudan da həqiqətdir.